Qonağımız bəstəkar Səma Həsənəliyevadır. Xoş gəlmisiniz Səma xanım. Xoş gününüz olsun. Aha, xoş biz gördük. bu gün musiqilərimizin beynəlxalq arenada populyarlaşdırılması, təqdim olunması mövzusunda danışırıq. Azərbaycan musiqisi beynəlxalq arenada sizcə necə qəbul olunur? Azərbaycan musiqisi məncə beynəlxalq arenada çox gözəl qəbul olunur. Çox sevilir və qeyri-adi yanaşılır Azərbaycan musiqisinə. Çünki Azərbaycan musiqisi şərq musiqisidir. Qərb kimi sadə bir formatdan əlavə özümüzün həm melizmalarımız var, həm ladlarımız, məqamlarımız var. Bu da şərq musiqisinin özəyinin duzlu biberidir mən deyərdim hətta. Çox mənalı, musiqini özünə məxsus edir. Qərb artıq bir növ deyərdim ki, Azərbaycan musiqisinə və şərqə yönəlir. Siz fikir versəniz, hansı mahnılarda və musiqidə şərq ornamentləri istifadə olunursa, o musiqi dünyada daha çox populyarlaşır. Aha, sizcə nədən qaynaqlanır? Bu Qulağa fərqlilik. niyə xoş gəlir? Aha. Məncə fərqlilikdir bu. Fərqlilik. Artıq insanlar eyni şeyləri eşitməkdən məncə yorulublar. Fərqlilik axtarırlar. Məncə bu özünə məxsusluq yaradır, daha yadda qalan edir musiqini. Artıq qərb də şərq musiqisini sevməyə, bir növ özünküləşdirməyə başlayıb məncə. Bəlkə də bu həmişə belə olub, özünə aid olmayan, səndən fərqli olan cəlbedici olur. Ola bilsin ki, xaricdə də ona görə həmçinin sevilir. Çox doğrudur. Bizdə necə bəzi dönəmlərdə Amerika musiqisi, caz, hip-hop, pop maraqlı gəlirsə, onları da artıq öyrəndikcə, maraqlandıqca bizim musiqimiz daha çox maraqlı gəlməyə başlayır. Biz bunun şahidiyik artıq.